Önceden askerleri belə talimatlandırdılar və sonra Bakı şəhərinə yeritdilər. Və təqribən həmən günü 19-cu 1-ci aydan 20-sinə keçən gecə 60.000 Sovet askeri Bakı şəhərinə eğitilmiş, o zaman vahşi ordu deyilən Sovet ordularının bir nevi var, bir türü vardı, vahşi orduları Bakı şəhərinə yeritdilər və burada həmən şəhərə girəndən başladılar. Orada sokaklara çıxan, mitinglər eləyən, mitinglər yapan və öz etirazlarını bildirən insanları qətliam yapmalı. Onlar söyləyirlər ki, burada Sovet hökuməti, yəni Bakı şəhərində yoxdur, yıxılmışdır artıq. Ona görə bu orduları buraya yeritmişlər. Amma həmən vaxtlarda, həmin zamanlarda Bakı şəhərində SSR-nin 4-cü ordusu yerləşirdi. 12.000 daxili qoşunlar, iç qüvvətlər var idi. 30-40 yaxında Sovet qoşunu, ordusu Bakı şəhərində yerləşmişdi. Yəni bu onların sözünün yalan olduğunu göstərir. Nəticədə bu qətliamlar sonucunda yaklaşık 137 kişi 20 yanvar günü, 20 Ocaq günü Sovet ordusu tərəfindən vahşicəsinə qətl edildi. 700 kişi yaralandı, 8 kişi də kayboldu. Yani bu kaybolanlar da çok oldu. Bir o kadar da tutuklandı. 20 Ocaq, 20 yanvar günü də Azərbaycan xalqının tarixində həm qanla yazılmış qara bir gün, faciəli bir gün, həm də bizim şərəf tariximizdir. Mən qanlı yanvar hadisəsinin özü haqqında danışmazdan əvvəl o şərait haqqında bir neçə kəlmə sizin vaxtınızı almaq istəyirəm. Məlum olduğu kimi, ötən əsrin 80-ci illərində Sovet imperiyasında kriz yaranmışdı, iqtisadi böhran yaranmışdı. Həmin o böhrandan çıxmaq üçün, Sovet imperiyasını çıxarmaq üçün bir çox tədbirlər görülürdü. Qarbaçov siyasəti bir çox tədbirlər həyata keçirirdi və bu həmin tədbirlərin biri də kütləvi anti-Azərbaycan hərəkatı idi. Azərbaycanlılara qarşı, türklərə qarşı müxtəlif yollarla, gizli yollarla, aşkar yollarla fürsət axtarmaq, vaxt tapmaq və anti-Azərbaycan hərəkatını genişləndirmək idi. Bax, belə bir zamanda, belə bir vaxtda Dağlıq Qarabağ, Yuxarı Qarabağ kartı ortaya atılmışdı, bu olay çıxarılmışdı və buna qarşı tədbirlər görülürdü. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında, yəni orada xüsusi bir idarəçilik forması, yeni bir idarə etmə üsulu yaradırdılar və bununla asayiş qorunacaqdı, sakitlik yaranacaqdı. Əslində bu da Moskvanın məkirli niyyətinə xidmət edirdi. Aldı səni bizdən şimal küləyi Bakı 1990-cı ilin yanları şəhər seksəkəli, həyəcanlı günlər yaşayır. Azərbaycan paytaxtında Sovet hərbi birləşmələrinin böyük kontingenti gətirilib. Bir tərəfdə qəzəbi kükləyib daşıyan əli yalın xalq, digər tərəfdə arsenalda hər cür silah olan ordu hissələri dayanır. Bugün zahmet çekip buraya geldiğiniz için de bizimle bu acıyı paylaştığınız için de sizlere teşekkür ediyoruz.